İndi rəsmlərinizə baxaq. İlk rəsmimiz Nəzrin, 12 yaşım var. Joker maskasını işləyib. Joker maskasında qaşları çox xoşuma gəldi. Hətta bu maska formasında make-up da eləyiblər də, makyaj eləyiblər. Yəni pis deyil, yəni 12 yaşa görə. Yəni maraqlı işdir. Bir də yaş məsələsi uşaqlar. Ən vurğulamaq istədiyim hissə ki var, yaş məsələsi. Yaş məsələsi mən niyə soruşuram? Əsas məqsəd mən yaşı əsasən müqayisə edirəm. Deyirəm ki, hə, bunun 17 yaşı var, bunun 12 yaşı var. Bax da nə qəşəng işləyir. Yaşa əsasən qiymətləndirmək lazımdır. Mənim 10-11 yaşımdakı işimlə indiki işim arasında daha qədər fərq var. Səbəbi nədir? Özlərimdə işləmişəm, çox marağım olub, həvəslə başlayıb sonra da bunu peşəyə çevirmişəm. Yəni bunun əsası daimi işləməkdir. Biri sənin işinə pis deyə bilər, getsin özü çəksin. Düzgün deyil. Heç kimin bir əziyyətini pis demək olmaz. İlk növbədə əməyə hörmətsizlikdir. Əgər sən bir müəllim olaraq qiymətləndirirsənsə və bu uşağa düzgün istiqamət verirsənsə, bu tam başqa bir şeydir. Nə demək istəyirəm? Yəni biri rəssamlardan xəbəri yoxdur və deyir ki, sənin işin belə-belə pisdir. Nəsə bunu düzəltsən yaxşı olar. Amma düzəltmək yolunu bilmir. O haqda bir məlumatı yoxdur. Sadəcə rəssamlıq kimi sənə çox bilmiş kimi biraz ifadən pis çıxa bilər. Çünki mənə bu dəfələrlə deyilmiş bir şeydir. Amma yəni mən qarşı tərəfin biriyinə əsasən onun sözlərini filtr edirəm ki, hə, bu dərəcədə haqlıdır, bu dərəcədə haqsızdır. Əlbəttə ki, qarşı tərəfə heç vaxt kobud bir ifadə işlətməliyik. Çünki ilk növbədə özümüzə hörmətlə yanaşmalıyıq. Çox da uzatmayaq bu yaş məsələsini, dedim bu hissəni də vurğulayım. Çünki yəni bir sözlə kim nə qədər işləyirsə, bir o qədər uğurlu olar. Sən deyə bilməzsən ki, mən indi belə işləyirəm, gələcəkdə belə işləyərəm. O gələcəkdə belə işləyərəm, sən dəfələrlə işləyərək düzəldə bilərsən. Mən 4-cü kurs tələbəsi idim. 1-ci kurslarda məsələn deyirdilər ki, hə sən 4-cü kursdan belə işləyirsən. 4-cü kursa gəldiyim o mərhələ əsasdır. Sən hardan bilirsən 4-cü kursa qədər necə işləyəcəksən? Bəlkə elə uşaq da var, deyir ki, mən əvvəllər yaxşı çəkdim, indi çəkə bilmirəm. Beləsə öz üzərindən nə qədər işləsən, bir o qədər qabağa gedərsən. Çox da uzatmayaq videonu. Nəzrin 11 yaşı var. Joker maskasını işləyir. Nəzrin, sənin neçə yaşın var ümumiyyətlə? Maraqlıdır. İnşallah 2 saatda yaş məsələsindən danışıram. Bu da biraz şey oldu. Ola bilər Nəzrin. Yəqin atdığın gün 12 yaşın olub, ola bilər. Yəni bu tərəfdən yanaşıram. Çünki sən zaten görürsən də mən o bütün ictimai atılan şəkilləri görürəm. Maraqlıdır. Üçüncü işimizə baxaq, çox da şey eləməyək. Salam, mən Zəhra. Mən dizayner və oyuncu olmaq istəyirəm. İnşallah arzularına çatarsam. Bir də ən axırıncı mənim dayımdır. Onu sən də çəkərsən. Sənə güvənirəm. Bir də kargo ilə Gəncəyə gətirə bilərlər. Kim gətirə bilər? Biraz səhv eləyib yazılı səhvlər. Ümumiyyətlə, başa düşdüm əslində nə demək istədiyini. Ən yaxşısı rəsmlərinə baxaq, ona əsasən başa düşəcək. Biraz yazdığın qəribədir, Zəhra. Çünki mən indi gördüm. Dayı əskərdir də, yəqin ya şəhiddir. Şəhiddirsə Allah məkanını cənnət etsin. Yəni bir əskər çəkmək mənim üçün bir qürurdur da. Yəni bunu deməyin, yəni sadəcə şəklini atmağın kifayətdir. Və çox da qəşəng işləmişsən, burada görürəm. Hər işlərin bu dəfə, yəni deyim ki, çox qəşəngdir. Sənə yəni bunu deyim ki, sən o icmalı fotosunu at, mən niyə də işləməyim, işləyərəm əlbəttə ki, amma göndərməyə söz verə bilmərəm. Çünki mən icmalı atılan təsvirləri hələ ki göndərmirəm. İnşallah 10K olsa, şərhlərinizlə, dəstəyinizlə, niyə də olmasın, yəni 10K olduqda göndərəcəm. Yəni 5 dənə ən aktiv takipçimi seçib, onların şəkillərini rəngli formada çərçivəsini bir yerdə göndərəcəm kargoya. O heç. Amma belə şəkillərdə məsələn göndərə bilmərəm. Çünki mən hər birini eskiz formasında işləyirəm. Yəni çıxılı işləyirəm ki, həm vaxtıma qənaət edirəm, həm də özümdə məşq eləmiş olarım. Uşaqlar bəzən deyir ki, eskiz, nə deyir, biraz işləyirsən, qutarsan. Həqiqətən çox faydalıdır. Adi bir dənə xət məşqi, rəssamlıqla məşğul olmaq istəyən, rəssamlığa həvəs göstərən üçün ən böyük tövsiyəm. Daim bu biləyini işə sal. Yəni ən böyük tövsiyəm odur. Hansısa bir rəsm kanalına baxsan, o bir dəfə xət məşqi zad göstərir. Kursa da geçsən, müəllim sənə karandaş tutmayı öyrədir. Yəni sən deyirsən, mən bilirəm də karandaşı necə tuturlar. Birincisi yazı yazmırsan, karandaşın tutmanın bir təri var. Yəni həqiqətən əl işlərin çox qəşəngdir. Və o Türkiyə ilə dovşan da qəşəngdir. Bir dəfəlik dayına atlandım.
Tülkü ilə dovşanlı çox qəşəngdir. Maraqlıdır. Yəni yaşını maraq elədim. Yəni yaşı maraqlı gəldi mənə. Oğurlar bir daha. Aha. Mehrinin işinə baxırıq. Hamısını özüm çəkmişəm deyir. Məsələn, bəzən belə yazan uşaqlarda şey olur. Pinterestdən götürürlər. Amma Mehin idi. Mehrin sənə inanıram. Mehrin işlərinə baxarıq. Düz 5 dənə iş atıb Mehrin. Bu rəsm limon ağacı, yəni saxsıda çox maraqlı görsənir. Rənglər falan. Quaşla işləyib deyəsən. Van Gogh əsərini işləyib, əhsən. Yaşın neçədir görəsən? Eşref də işləyib. Mən də işləyəcəm uşaqlar. Bir dəfə işləmişdim, Eşref Üreyra. Elə bir profildən çəkmişdim, amma belə çəkmək istəyirəm. Bir də Van Gogh'un Ulduzlu Gecə əsərini işləyib. O bir işində uşaqlar, o perspektiva qanunları yoxdur. Amma Van Gogh'un ən çox sevdiyim işlərindən biri Ulduzlu Gecədir. Bir də Günə Baxanlardır, onu çox xoşlayıram. Ümumiyyətlə, mavi rəngi mən çox xoşlayıram. Amma Van Gogh sarı rəngi sevir, bilirsiniz. Yəni, əssən, qəşəngdir Mehrin, əladır. Yəni, hamısı özünü çəkmirsən, afərin. Amma ilk işi çox tanış gəlir. Yəni, əvvəlcədən atmısan deyəsən. Digər işlərə baxaq. Sağ olun, müəllimə necəsiniz? Çox sağ ol. Həmişə yaxşı olun. Sən də elə həmçinin. Sizin enerjinizi çox sevirəm. Elə özünüzü də. Hə, mən də sizləri həqiqətən. Yəni yaxşı bir söz eşidəndə mən cümlə qura bilmirəm. Çox sağ olun, həqiqətən. Mən də sizləri sevirəm. Qurbanı Pinterestdən tapmışam. Sonuncu ilə birinci özüm çəkmişəm və sonuncu hələ tamamlanmayıb. Sağ olun. Yaşı da 12 sayılır. Məncə ilk videoda başlamazdan əvvəl demişdi ki, Nəzrin 12 yaşı var idi, sonradan 11 oldu. Məncə bu qızımızda da belədir. Yəni, məndə də məsələn fevralda 24 olurdu, hələ 23-əm. İndi baxaq Pinterestdən. Mən birinci elə başa düşdüm Pinterestdən götürüb qurbağanı, amma indi görürəm ki, yox, əl işinə oxşur. Çünki digər işlərə müqayisədə uşaqların risunokunu tutmaq olur. Məsələn, mən öz tələbələrim işlərini sərsəm qabağa, mənə desələr ki, bunu kim işləyib, mən deyəcəm ki, hə, bunu Nicat işləyib, bunu məsələn Sevinc işləyib və ya başqa bir tələbəm işləyib. Risunokundan tutmaq olur. Bu işində də görürəm ki, hə, odur da, yəni. Qurbağanın çox qəşəngdir, maraqlı görsənir. Baza işləyib, yəni həqiqətən qəşəng. Yəni naturmort işləyib də bir sözlə, yəni ştrixlərindən bilinir və axırda da belə eləyib. Qəşəng. Aha, 6-cı işimizdə də, yəni göndərilən işə baxıram, portreti çox gözəldir. Yəni yeni başlayıb məncə. Burun biraz çənə hissəsi elə bir üzünə tam oturmayıb. Uşaqlar, bir dəfəlik atlanmanın səbəbi də odur ya. Siz bir dəfəlik göz, ağız, burun işləmirsiniz, bir dəfəlik üz çəkməyə başlayırsınız. Ona görə siz onu üzdə tam yerləşdirə bilmirsiniz. Nə demək istəyirəm? Məsələn, göz gedib biraz aşağı düşüb, bir göz yuxarıda qalıb. Məsələn, bu rəsmimizlə əlaqəsi yoxdur, ümumiyyətlə deyirəm. Burun məsələn düşüb biraz sağa meyləyib ya da sola meyləyib. Ümumiyyətlə bir əyrilik deməyim, biraz elə bir burun real burundan fərqli şey oldu. Yəni tam fərqli bir şey oxşuyur da, yəni. Ağız məsələn əyilib bir tərəfdə gedib. Məsələn belə şeylər. Yəni amma pis deyil. Pis demək məqsəd nə deyil? Yəni daha da gözəl işləyəcəksən. Bizim bünövrəmiz nə qədər pis olursa olsun, yaxşı olursa olsun, yaxşı başlayıb heç axırına getməyən insanlar var. Pis olub özündən vaz keçməyib dəfələrlə işləyən adamlar var. Yəni hər birini özünə bağlıdır bu. Marağı da, istəyi də, hədəfi də. Bu 3 əsas faktoruna sən gedirsən irəli. Amma hobbi kimi gedirsənsə əla. Yəni fikirləşin uşaq, oturmuşsan, bütün işlərini görmürsən və səni inkişaf elətdirəcək bir hobbi. Rəsm çəkmək, kitab oxumaq, mahnı oxumaq, nə bilim, nəsə bir şey tikmək. Sən özünün asudə vaxtını daha da qiymətləndirmək, zənginləşdirmək. Bu insan özündən çox şey asılıdır. Yəni, məncə də əla. Müəllimə necədir? Bugün çəkmişəm. Gülşən 13 yaş. Van Gogh ulduzlarla yenə əsərini görürük. Aha. Bir də bu şey var, teatrda qoyurlar, ağlayan sifət, gülən üz. Zaten həyatın özü belədir uşaqlar. Həm sən güldür, həm ağladır. Əqrəbin əladır ya. Çox biraz qorxuducu görsən, amma əla işləmişsən. 13 yaşa görə. Əjdaha, bu atdıqların arasında ən qəşəngi Əjdaha ilə Van Gogh'un əsəridir. Çox qəşəngdir. Aha, Zəhra Spider-Man işləyib. Yəni çox səliqəli işləyib. Əldə belə tutub çox qəşəngdir. Yəni əl hərəkətini belə eləmişsən. Əladır. Yəni maraqlıdır.
Salam müəllimi, necəsiz? Çox sağ ol, yaxşı olasan. Bunu çəkmişəm, necədir? Ağladım. Yəni güllər, rəng həlli, yerləşdirməsində problem ola bilər, amma o seçdiyim o rəng tonlarıdır. Biraz sağa elə bilməyili. Bilmirəm, bir şəkildə sizə qoyanda sağ-sol biraz fərqli olacaq. Yəni bir tərəfli meyil etmə, mərkəzdə yerləşdirməyə çalış. Çox qəşəngdir həqiqətən. Aslan. Biri deyir, mən də varam, 12 yaş. Daha çox istəsəz portretləri də göndərə bilərəm. Biz də nə deyirik? Göndər gəlsin, əla. Yəni belə həvəsli olmanız necə də mənə xoşdur. Həqiqətən, yəni yenə gedib şəkil çəkməyim istəyirəm. Yəni imtahanım var, amma gedib şəkil çəkmək istəyirəm. Sizin həm rəsmlərinizi görürəm, yəni həqiqətən əlasınız uşaqlar. Amma dərslərinizi oxuyun. Hər dəfə şəkil çəkməyin. Dərslərinizi oxuyun və bir istiqamətdə gedin. Hobbi olaraq eləyin. Amma həqiqətən peşə kimi istəyirsinizsə, hər gün ən azı bir saat da məşğul olsan, sənin üçün çox böyükdür. 1 saat, hər gün 1 saat, 7 saat eləyir. Yəni 1 saatdan hesablasan. Yəni nə qədər vaxt gedir, əladır. Bu iş çox şirindir. Bunun mavi versiyasında görmüşdük. Yəni çox şirindir. Profilini də hətta qoyub, yəni şirindir. Nə deyirik, göndər gəlsin, o birlərinə də baxmaq istəyir. Çünki rисунokun çox maraqlıdır. Xəttə atdığın o elastiklik çox qəşəngdir. Aha, 10 yaş bu cür, yəni 10 yaşa görə bu cür risunok. Yəni biraz şübhəlidir. Nəyə görə? Birinci, fondakı o parça, o kameranın o çəkilişi, bir də o xəttlər. Yəni birinci dediyim zaten risunok. Məsləhətim odur ki, uşaqlar, Pinterestdən mənə şəkil atmayın. Əgər sən Pinterestdən şəkil atmamısansa balacam, əladır işin. 10 yaşa görə super möhtəşəmdir. Amma göndərmisənsə, yəni heç bir şey deyə bilmərəm. Çünki məqsəd bu deyil. Məqsəd əl işlərinizə baxmaqdır, motivasiya olmaqdır digərlərinə də. Necə ki, motivasiya olub icmalı atırlar. Başqalarının da onların işlərini görməyini istəyirlər. Mən tövsiyə eləmirəm. Pinterestdən götürüb də məni atasız. Yəni mən də neçə ildir rəsmlə məşğul olurum. Mən Pinterest şəklini baxan kimi bilirəm ki, bu uşaq Pinterestdən işləyir, yoxsa işləmir. Amma yəni tənqid üçün demirəm. 10 yaşın var, balacasan. Yəni gedib də sənə bu rəssamlığa nifrət yaratmaq məqsədim deyil. Tam əksinə, sevginə. Yəni diqqətli yanaşmalıdır. Yəni əlbəttə ki, 10 yaşın var. Özün də çək, öz əl işinə bax, öz əməyi ilə qürur duy, onu nümayiş elətdir. Onun ləzzəti tam fərqlidir. 4 dənə şəkil atmışam. Aha, birinci şəkilə baxaq. Vazadır, güllərlə. Yəni qurma çox şirindir. Uzaqdan biraz çəkməyini tövsiyə edirəm. Çünki biz çox yaxın eləmirsən, güllər tam görsənmir. Amma maraqlıdır. Mənzərə əladır, qurğuşu detay olaraq çox qəşəng görsənir. Yəni o sudan elə bir paylamağın qulaşdan çox qəşəngdir. Quş texnikasını işləmirsən. Limonlar da çox qəşəngdir. Akvarel texnikası. Desən, qurğuşun da akvarelini işləmirsən. Amma sadəcə biz qatıq işləmirsən. Nədir? Ştrixi öyrənir. Ştrixi öyrənir. Əhsən. Ştrixi öyrənir uşaqlar. Əliniz nə qədər elastik olsa, sizin rəsm çəkməniz də o qədər asan olacaq. Xəttləriniz seçiləcək. Vaxt itkisi olmayacaq. Yəni az yaşlıdan indidən özünü vərdiş halına salmaq çox əla bir şeydir. Müəllimə videoya qoya bilərsiniz. Niyə də qoymuyorum? Bir də 11 yaşım var. Fikir verirəm, hər bir uşağın əksəriyyətinin 11, 12, 13 yaşı var. Yəni həqiqətən böyük bir motivasiyadır. Yəni baxıram, özüm də zövq alıram. Yəni yaşları əsasən rəssamlığa meyli bu yaş aralığında olur. Yəni həqiqətən davam elə. İlk rəsminə baxıram, əladır. Halaldır deyirəm. Yəni çox maraqlıdır. İkinci işini görürəm, naturmortlardır, işləyir. Yəni risunokunu gücləndirmək. Adi fikir. Mən sizə bir dənə söz deyim uşaqlar. Bir qabı çəkə bilməyən bir insanı portret işləyə bilməz, hər hansı bir şey də çəkə bilməz. Naturmortu öyrənin. Çünki o naturadan işləmək, yəni real bir qabı qoyun. Adi bir dənə çay içirsən, fincana çay, get onu çək. Oxşada bilirsənsə, deməli yavaş-yavaş alınacaq. Oxşada bilmə, heç çəkə bilmə. Amma öz üzərində işlə. Əgər istəyin, sevgin varsa, niyə də olmasın. Yəni ki, mən özüm də yaxşı vav çəkməmişəm də, sonra da özüm üzərində işləmişəm və demək olar ki, hər gün də rəsm çəkirəm. Nə olursun ki, mən çəkə bilirəm, işləməyim öz üzərimdə, gözlüyüm oturum, inkişaf elətdirməyim özümdə, yeniliklər əldə etməyim. Mən yaxşı çəkirəm, özümü inkişaf elətdirmək lazımdır. Daha da yaxşı, daha da yaxşı. Özümüzü incitmədən əlbəttə ki, bu sənətə yəni sevgi ilə, məhəbbətlə yanaşmaq.
Digər işlərinə baxıram. Yəni bir sözlə bütün işlərim çox qəşəngdir. Zaten hamısını göstərirəm burada. Yəni zövq də alıram. Salam müəllimə, 13 yaşım var. Bunları da videoya paylaşırsınız. Siz nə atırsınızsa mən videoda paylaşacağam mütləq. Zəhmət olmasa, xoşdur. İlk işdə bizi anime qarşılayır. Rəngli karandaşlarla işləyir. Çox şirindir, maraqlıdır. Həmrəyliyə əsasən iş işləyir, qəşəngdir. Rənglərin tonları çox qəşəngdir. Detalları da qəşəngdir. Həm detallarında da yeni ilin ab-havası var. Ha, yeni ilə aid dəyişdi. Aha, şeyə aid dəyişdi. 20 yanvara da bax. Çox qəşəngdir. Çox qəşəngdir. Əsər. Rəsmə təzə-təzə başlayıram. Necədir? İlk dərsə görə, yəni öz işidir. Bildim. 2 dənə şəkildir. Birinin özü işləyir, birini isə yəni o həmin baxıb işlədiyi şeyi atıbdı bizə. Qəşəngdir. Gözlərində biraz problem var. Yəni bu da normal bir şey. İlk dəfə başlayırsansa, ilk işin mükəmməl olmaya bilər. Normal bir şeydir. Yəni çox qəşəngdir. Salam müəllim, adım Əsnadır. 13 yaşım var. Fashion dizayner olmaq istəyirəm. Biraz şəkil atmışam. 9 dənə və şey atıb, gülüş atıb. 9 dənə az deyil. Əladır. Amma zəhmət olmasa, onlar seri 16-ya mənə də paylaşarsınız. Niyə də paylaşmıram? Gələn dəfə yeni atacağım. At. Nə qədər istəyirsiniz atın uşaqlar. Atdıqca mən də video çəkirəm. Siz əlişinizə baxıb özüm də ruhlanıram. Yəni də başqalarına da ilham olursunuz. Başqası görür sən atmısan. Ayda mən də atımdı. Mənim işlərim də qəşəngdir. Başqaları görsün. Yəni atmanız çox qəşəngdir. İlk işləri 3 dənə işki var. Naturmortla bağlıdır. Yəni əhsən deyirəm. Dizaynə hazırlaşırsansa, naturmortda işləməyi bilməlisən. Ola bilər ki, fashion dizayner, dizayn ixtisası ümumiyyətlə uşaqlar qəbul olduqdan sonra sahələrə bölünür. Yəni birinci kurs sən qrup şəklində olsun, sonra qruplar paylanır. Sonradan dizayner, game dizayner falan, qrafik dizayner, reklam hamısı ayrılmaya başlayır. Və sən hər birində də antipa şəkil işləyəcəksən. Ona görə də belə başlamaq əladır. Aha, 4-cü işində amma küçük prenses işləyir, qəşəngdir. Ya, bax, game. Zaten game-dən söhbət edir, bax, game-lə də bağlı işlər işləyir. Amma bunu deyim ki, sən game-lə bağlı imtahan verməyəcəksən, antipaş işləyirsən. Amma niyə də indidən özünü inkişaf elətdirməyəsən, əla. Yəni, portretlərində qəşəngdir. Hamısı əksəriyyətini sadə karandaşla işləyib, burada yerləşdirəcəm. Qəşəngsiz uşaqlar. Video çox uzun olurdu deyə mən də məcbur kəsdim. Sabahlarda bunun ardı gələcək. Qətiyyən düşünməyin ki, müəllimə mənim rəsmlərimi paylaşmadı.